Yunan-Roma güləşi üzrə yığma komandanın üzvü Rəsul Cunayev. Möhtərəm Cənab Prezident, əziz idmançılar. Bugün Olimpiya oyunlarında iştirak edəcək hər bir idmançı kimi mənim də sevincimin sərhəddi yoxdur. Bilirsiniz ki, Olimpiyaçı adına layiq görülmək hər bir idmançının arzusudur. Mən də bu ada layiq görülmüş bir idmançı kimi fəxr edirəm ki, ölkəmizi Olimpiya oyunlarında təmsil etmək şərəfinə nail olmuşam. Olimpiya oyunlarında iştirak etmək bir, iştirak edib medal qazanmaq 2 qat sevincdir. Ona görə də dərk edirəm ki, məsuliyyətimiz də çox böyükdür. Biz qarşıda çətin sınaq gözləyir. Bu sınaqdan üzüağ çıxmaq qarşımızda duran ən mühüm vəzifədir. Möhtərəm Cənab Prezident, biz də sizin ölkəmizdə idmana və gənclərə göstərdiyiniz davamlı diqqətin şahidləriyik. Görürük ki, ümumilli lider Heydər Əliyevin vaxtı ilə həyata keçirdiyi ən möhtəşəm işlər bugün sizin tərəfinizdən uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, bugün yeniyetmə və gənclər arasında idmana, bədən tərbiyəsinə böyük maraq var. Hər bir kəs hansısa bir idman növündə özünü sınamaq, sağlam və hər tərəfli inkişaf etmək üçün can atır. Artıq bu respublikamızda bir ənənə halını almışdır. Biz idmançılar hər zaman sizin göstərdiyiniz isti münasibətlə, diqqət və qayğınızla əhatə olunmuşuq. Möhtərəm Cənab Prezident, əldə etdiyimiz uğurlarımıza görə idmançılara hər zaman göstərdiyiniz dəstəyə, diqqət və qayğıya görə sizə Azərbaycan idmançıları, olimpiyaçıları və paralimpiyaçıları adından dərin təşəkkürümü bildirirəm. Özümü xoşbəxt hiss edirəm ki, Azərbaycanın idman tarixində əbədi yer tutacaq Rio Olimpiyadasının iştirakçısına çevrilmişəm. Bu, dövlətimiz tərəfindən mənə göstərilən böyük etimaddır. Olimpiya oyunlarında qələbə həmişə bayrağın ucalması, himnin səslənməsi ilə nəticələnir. Arzum budur ki, bu Olimpiya oyunlarında da bayrağımız zirvələrə qalxsın. İdmanın hər bir növündə Rio de Janeiro Olimpiyadasının uğurlarını qazanaq. İdmançılarımızın çıxışları dünya idman tarixində maraqlı oyun kimi qalsın. Qələbələrin əldə olunması üçün bizim mühüm potensialımız var. Hamını bir anda ayağa qalxıb alqışlamağa vadar edə biləcək idmançılarımız və idman nailiyyətlərimiz var. Bugün haqlı olaraq xalqımız, dövlətimiz bizdən 31-ci yay Olimpiya oyunlarında uğurlar gözləyir. Ona görə də biz bu oyunlarda ən yüksək nailiyyətləri hədəf götürmüşük. Xalqımızın etimadını, möhtərəm Cənab Prezident, sizin etimadınızı doğrultmaq, idman ictimaiyyətimizi sevindirmək bizim üçün böyük şərəf olacaqdır. İcazə verin, bütün idmançılar adından Olimpiya andını səsləndirim. Biz 31-ci yay Olimpiya oyunlarında iştirak edəcək idmançılar, ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacağımıza and içirik. Bu mötəbər yarışlarda əzmlə mübarizə aparacağımıza, xalqımızın etimadını doğrulacağımıza, ölkəmizin adını uca tutacağımıza and içirik. Azərbaycan Respublikasının himnini ən uca zirvədə səsləndirəcəyimizə, üç rəngli bayrağını ən uca zirvədə dalğalandıracağımıza and içirik. Diqqətinizə görə çox sağ olun. Daha sonra olimpiyaçılar Azərbaycanın dövlət bayrağını öpdülər.